Davranış kontraktı psixologiya və pedaqogikada istifadə olunan sadə yazılı razılaşmadır. Müəllim, şagird, valideyn, uşaq və ya terapevt fərd arasında bağlanır. Davranış kontraktları ilə şəxslər istər dərs mühiti, istər ev, istərsə də işdə uyması lazım olan qaydalara əməl etməyi öyrənir. Zaur, gəl kontraktını yoxlayaq. Yoxlayaq. Müəllimənin dediklərinə qarşı çıxdın? Xeyr. Qarşı çıxmadın. Əlavə danışıqlar etdin? Xeyr. Xeyr, etmədin. İşlərinə etiraz etdin? Xeyr. Etmədin, aferin sənə. İnsanlarla danışarkən nəzakətli oldun? Oldum. Nəzakətli idin, süperdir. Kontraktını qazandın, təbriklər. Bu qaydalar oxuma yazması olan uşaqlarda yazılı, oxuma yazma bacarığı olmayan uşaqlarda isə qaydaları özündə əks etdirən simvolik şəkillərlə ifadə olunur. Öncədən təyin olunan qaydalara şagird ona verilən vaxtda uyarsa, bu halda şagird kontrakt sonundakı mükafatı əldə edir. Əks halda, yəni şagird həmin müddət ərzində müəyyən edilmiş kriteriyalara uyğun davranmazsa, möhkəmləndirici təqdim edilmir və növbəti qiymətləndirmə intervalı başlanır. Uğur, gəl ev kontraktını yoxlayaq. Səhər rutinini etdin? Hə, Liftə icazəsiz toxundun? yox, Paltoriyan maşına toxundun? yox, Ev tapşırıqlarını etdin? hə, Yatmazdan əvvəl dişini fırçaladın? hə. Bax, sən puzzle-ın birinci hissəsini əldə etdin, aferin səni. Götürdüm. Dərsin çox qəşəng çalışdın, Uğur. Bax, sən puzzle-ın sonuncu hissəsini və biletin T hərfini qazandın. Bax, kinoya getməyi qazandın.